Salam guys, bir daha deməli buradan izah elə batıram. Çox qısa bir dərs olacaq, narahat olmayın. Vaxtınızı çox almayacağım. Deməli guys, baxın, burada 1-dən 5-ə qədər olan sual tipidir. Sonra 6-dan 9-a, 10-dan 13-ə. Burada fərqli sual tipi olan bu sual tipini izah eləmək istəyirəm. Əslində adlar sual tipi bir çox tələbələrin ən çox qorxulu bir yeridir. Çünki burada bəzi sinonimlərdən istifadə edirlər və s. tərcümə kimi şeylərdən tələbələr qaçır istifadə edir. Mən həmişə deyirəm, onu eləməyə ehtiyacınız yoxdur guys. Burada adı verib. Marian Annit. Bunu gəlirik mətndə axtarıb tapırıq. Və burada bizə list of findings-lər verib. A-dan C-yə qədər. Baxın guys, indi burada belə bir şey var. Marian Anneti mətndə tapırıq və bunun açar sözlərini götürürük. Məsələn, hansı açar sözləri var? Bir-bir bunları götürürük. Məsələn, açar sözlər neçə cür ola bilər? 2 cür. Ya illər, ya aylar, ya insan adları, ya da ki, bizə qəribə gələn sözlər. Əlbəttə ki, bizə burada illəri falan açıq aydın verməyəcək. Ona görə də biz nə edirik? Biz burada qəribə sözləri seçirik. Məsələn, buradan seçdiyi qəribə sözlərimiz hansılardır? Məsələn, genetik influence olsun, nə bilim, hypothesize olsun, no single gen olsun, gen olsun və s. handedness olsun, determinants olsun və s. və ilə axırda seçdik deyək ki. Və gəlib baxırıq, guys, burada hansı variantdan oxşarlığımız var. Mən baxanda birinci formatda B-ni görürəm. Çünki burada single var. Handedness var. Determinants var. Deyə bilərsiniz ki, müəllim, bəs bəzən sinonimlərlə verirlər. Hə. Bəzi hallarda bir də görürsünüz ki, məsələn, bunun sinonimi ilə, bunu burada görürsə, bunu burada sinonimləşdirir. Bunu da məsələn görürsünüz, düzdürmü? Bunu burada sinonimləşdirir. Yəni belə bir məsələn cin sözünü nə ilə verib? Biological component. Yəni dəyişib. Ola bilər ki, sinonimlə dəyişsin. Amma mənim verdiyim mütəfəkkən sınasız əmin olun ki, 5 sual, 4 sual düşəcəksə onun rahat bir 70-80%-ni diqqətsizlik eləsəz belə yaza bilərsiniz orada, yəni. Problem yoxdur. Amma ola bilər ki, adlar 2 yerdə olsun. Məsələn, Peter Hepper 2 yerdə var. Biri buradadır, biri isə qaysı fikir versəz, buradadır. Məsələn, burada da açar sözləri götürürük. Məsələn, bizə qəribə gələn sözlərdir. Və gəlirik, axtarırıq. Məsələn, burada ən əsas açar sözlərimizdən biri fetch sözüdür. Məsələn, burada language teması yoxdur ümumiyyətlə. Baxırsınız ki, language teması var, bunun olduğu cümlədə yox. Amma burada məsələn görəndə fikir verirsiniz, F variantı daha uyğundur. Məsələn, burada fetal stage söhbəti yoxdur deyə C gedir. Speechlərdən ümumiyyətlə söhbət eləmir, D-dən ümumiyyətlə söhbət eləmir və s. və axır. Ona görə də həmçində çıxarış üsulları ilə qəz tapa bilərsiniz. Yazıda gəlirsə, bax bu sual tipi var idi, bunlar. Bunları isə açar sözlə eləyin və ən axırda edin ki, sizin üçün daha rahat olsun. Ən əvvələ salanda həmişə o problemi yarada bilər. Məsələn, bax burada söhbətimiz nədən gedir? Animallardan. Burada söhbətimiz nədən gedir? Burn. Burada söhbətimiz nədən gedir? Ən birə bizə qəribə məna verən age, yaş teması. Occupation nədir? Buradan çox vaxt işğal mənasıdır, amma burada ixtisas peşə mənasını verir. Yəni, bəzi sözləri, məsələn, burada onun kəşfindən söhbət edir. Bəzi sözləri seçəndə diqqətli olun. Qays, növbəti isə burada Johnson lüğəti adlı bir hissə var. Ümumiyyətlə, bu hissədə suallar tanış elə bilər, true false-lar. Boşu doldurma məncə tanış eləcək. Boşu doldurma çox ləzzətlidir burada. Çünki birini izah edeyim, Qays, baxın, hər ehtimala. Deməli, baxın, bizə sualda a number of verir, bir də who verir. A number of nəyə bildirir, Qays? Cəm isim bildirir, düzdürmü? Biz oranı yeniyəcəyik. Ancaq və ancaq cəm isim verəcəyik. Who nədir? İnsanları bildirir. Deməli, bura gələn isim cəm olmalıdır və insanları bildirən cəm isim olmalıdır. Gəlin, indi yerini axtaralım. Məsələn, 1764 buradadır, bir də cansında buradadır. Bunun yerini tapdıq. İndi bu sözlər, baxırıq ki, açar sözlərimiz rəqəmlər falan deyil. Ona görə də neyinirik? Açar söz kimi bizə qəribə gələn sözləri götürür. Məsələn, Garrett. Məsələn, long central desk. Baxırıq, gəlirik, haradadır bu da? Garrett burada görürəm. Long deskdəki buradadır. Aha, всё. Deməli, işimiz nədir, qaysı? Rahatlaşdı. İndi biz bu cümlədə heç tərcümə eləmədən insanları bildirən cəm isim olaraq nəyə baxa bilərik? Burada bir dənə cəm isim var, class-dir. Yəni, bəzən ola bilər ki, orada 4-5 sualdan ikisini, üçünü bu formatda tapasınız. Digər formatda da biraz sinonimlərdən istifadə edərək tapasınız. Və ən çətin sual tipi də burada. Bax, budur ki, çox vaxt tələbələr deyir ki, müəllim, bunun cavabı ancaq fərqli paragraflarda olur. Əslində elə deyil, guys. Bunu oxuyandan sonra biləcəksiniz ki, Johnson lüğəti ilə bağlı məlumatlar bax, buradadır. Və indi burada belə bir məsələ var. Guys, fikir verin. Burada mən tapma üsulunu deyirəm sizə. Yerini tapdınız, baxırıq. Məsələn, bu cümləni oxuyuruq. Burada nədən söhbət edir? Scholar verselərdən gör söhbət var burada. Yoxdur, cavab deyil. Məsələn, mən sizə bir şey izah eləmək istəyirəm. Məsələn, deyək ki, I variantına gəldiniz, time limit söhbəti var. Və burada fikir versəz, burada deadline söhbəti var. Deadline nə deməkdir? Son vaxt, time limit nə deməkdir? Vaxt limiti. Всё. Cavab nə olur? Biri I olur. Bu formatda eləyin və bunu bütöv testi, 2 testi də işləyib, zəhmət olmasa qrupa atarsınız. Tamam mı?